Hər birinizi yeni videomuzdan salamlayıram. Bugün Məhəmmədlə birlikdə Zaqatala Həyat Hospitalının reabilitasiya mərkəzinə üz tutduq. Şübhələndiyimiz bir mövzunun həqiqətini öyrənmək üçün reabilitoloq Fatma xanımın yanına gəldik. Biz reabilitasiyaya gəlmişik. Məhəmmədin belində onurğa əyriliyi, yəni skolyoz ola biləcəyindən narahat idik. İlkin müayinə rentgen nəticələrinə əsasən aparıldı və Fatma xanım Məhəmmədi diqqətlə yoxladı. Şükür Allaha, hər şey qaydasındadır. İndi isə gəlin bu dəyərli mərkəzin göstərdiyi xidmətlərlə tanış olaq. Çanaq əyriliyinin və onurğa əzələlərinin müayinəsi, onurğa əyriliyində əzələ qüvvətləndirici elektroterapiya, duruş pozğunluqları, skolyoz və kifozun bərpası, DSP, serebral iflic və tortikolis, yəni boyun əyriliyi hallarında reabilitasiya. Əməliyyatlardan sonra diz, çanaq və diz ön çarpaz bağ əməliyyatlarından sonraki reabilitasiya. Disk yırtığı, qrija və daban şporundan əziyyət çəkən xəstələrin müalicəsi. Üz iflici, donuq çiyin sindromu, həmçinin quru iynələmə, yəni akupunktur prosedurları. Bu mərkəzdə həm peşəkar yanaşma, həm də insana verilən dəyər ön plandadır. Gəldik, yoxlandıq, getdik.